Biz bugün dünyası için çalışırıq. Belli imana koyuruq, məktəbə koyuruq, kurslara koyuruq, ay ne bileyim ora koyuruq, bura koyuruq, program öyle gidiyor. Sonra ve ilaxır sənət örgədirik, dinə gələndə cahilin biri. Qardaş, sənə ən çox elə bu işdən qərar göstərməliydi, axirət elminə. Axirət üçün daha çox çalışmalıydı. Örgət bu da lazım. Mən demirəm dünya lazım deyil. Amma axirət olmayandan sonra bu dünyanın nə mənası var qardaşım? İnsan dünyasını təmir edir. Ahiretin xaraba günə qoyub. Nə mənası var qardaş? Elə yaxşı olmaz ki, həm dünyasına mahirətini bərpa edəsən, təmir edəsən. Örgətdə dünyanı da örgət. Qoy örgənsin. Sənət örgənsin, iş örgənsin, nə bilim, proqramlar örgənsin, vəzifə örgənsin, geçsin həkim olsun, mühəndis olsun, nə bilim, kim olur olsun, hörmətli bir şəxsiyyət olsun. Qardaşım, qoy ahirət də yanında olsun da. Qoy namazı da olsun, orucu da olsun, ibadəti olsun, salih əməli olsun. Niyə ikisi olsun, nə yaxşı olar? Niyə buna çalışmırıq? Dünyavi elmi öyrənmək hər cür pul xərcləyir. Amma deyək ki, qardaş, bunu ərəb dilində öyrət, siz Allahın kitabı üzərindən oxuya bilsin. Yox, pulla da olsa müəllim tutur. Ona pul verən yox, amma havaya axtarır. Qardaş, gedib ingilis müəllimin 100 manat pul verirsən, verirsən. Nə bileyim, filan fənlər üçün 100 manat, 150 manat verirsən, filan proqramı öyrənmək üçün 200-250 manat xərcləyirsən. Qardaş, 50 manat da ver, ərəb dili öyrənsin də. Nə olar ki? Öyrənsin, baş Allahın dilini oxumağı bacarsın da, kitabını oxuya bilsin sonra, ən azından. Quran oxuya bilsin, ən azından açsın bir təfsirini oxusun. Örgəsin ərəb dili də bir dildir, Allah həmd olsun, dünyavi bir dildir. Ən çox yayılan dillərdən biri də dinimizin dilidir, şəriətin dilidir. Elə qoy onu da örgənsin. Niyə xərcləmirik, qardaş? Xərcləmirik. Lazım gəlsin, müəllim tut, pulla da olsa qoy Quran örgəsin, amma örgətsin. Qoy Qurandan da bir payı olsun, əzbəri olsun. Sabah yaşaşanda ay bala, gəl keç qabaqda namaz qıldır, yorulmuşam, mən qıldıramıram. Nə pisdir, qardaş? Örgətmirik. Müəyyən zikirlər var, örgətmək lazımdır. Müəyyən surələr var, örgətmək lazımdır, qardaş. Lazım gəlsin, müəllim tut, pulu ilə də olsa, örgət. Örgənsin. 150 manat, 200 manat verə bilirsən dünya fənlərə. Nə ola bilər, 50 manat da İslamı üçün xərclədə. Nədir ki onun yanında? Yenə az deyib, elə baxanda. Da yeni mənzur olur demək. 50 manat verə, amma geçsin nəsə örgənsin, qardaş. Ayda 50 manat pul xərclədir, övladın üçün də xərclədir, qardaş. Yəni, övlada qayğı göstərmək, kəsə gedizdirmək, çizdirmək, geydirmək deyil. Həqiqi qayğı göstərmək, həqiqi qayğı. Təlim, tərbiyə, təhsil və ibadəti örgətməkdir. Ən böyük qayğı budur. Elə yezdirsiz, mən uşağa baxmışam, yaxşı baxmışam. Bildi, yezdirmirsən, çizdirmirsən, geyindirmirsən, bildi, gəzdirmirsən, lakin tərbiyəsi yoxdur, yaxşı baxmamışsan. Demə, yaxşı baxmışsan. Dini imanı yoxdur, qardaş, yaxşı baxmamışsan. Ey xanım, ey bacı, yaxşı baxmamışsan uşağa. Lazım olan verməmişsən, tərbiyəsini verməmişsən. Pozluq tərbiyəsi, maraqlanmamışsan. Din iman yoxdur, namaz qılmır, uşaq artıq böyük namaz qılmaq istəmir. Deməli, maraqlanmamışsan. Nə olsun? Öz aləmdə yaxşı baxmışam. Axı, mən neynədim, gedizdirdim, çizdirdim, geyindirdim, bu niyə belə oldu? Deməli, yoxsan bıraxmısan da. Bəli, ola bilərsən, səvələrdən tutarsan, lakin olmuyor. Bu başqa məsələ. Bir də var, sən heç eləməmsən. Yoxsan sən tərəfdən. Deməsin də, mən uşağa hər şey eləmişdim, bu niyə belə oldu? Hər şey eləməmişdim, vallahi eləməmişdim. Allahın dinini örgətsəydim, bugün peşman olmayacaqdı. Uşaqlar var, kafir kim böyüdürlər? At satıb həddi buluğa, kafir kim böyüdür? Evdə valideynlər ibadət əhli uşaq pis gündə, ateist, deist, nə bilim, 100 yola düşür. Çünki qayğı göstərməmsən. Dünyası üçün çalışırsan, ahirət üçün qayğı göstərməmsən. İndi peşmansın bir faydası yox. Otur da gecə səhər kimi doyur ki, bəlkə Allah hidayət verdi. Belə valideynlər deməsin, mən hər şey eləmişəm övladımsa. Eləməmsən, hər şey eləməmsən. Ən əsas olanı eləməmsən. Şəriət din örgətməmsən, din örgətməmsən, dini tərbiyə verməmsən, ədəb, əxlaq örgətməmsən. Demə, hər şey eləmişəm. Yedizdirmək, içizdirmək, geyindirmək, gəzdirmək, hər şey deyil. Bizdə belə başa düşürlər, hər şey vermişəmdir, hər şey edirəm də övladımın üçün. Eləyirəm, nə deyir? Bu yoxsa eləmirsən. Axirət tərbiyəsi, təlim yoxdursa, qardaş, heç eləməmsən övladıma, demə eləmişəm. Eləsəydin bugün də olmaz. Valideyn namaza gedir, övlad bara gedir. Övlad nəm, hara gedir, qardaş? Dostlarla gəzməyə gedir, içməyə gedir, çinməyə gedir, hara gedir, qardaş? Deməli, yaxşı tərbiyə verməmsən. Yenə deyirəm, səvələrdən götürüb, övlada canlardan danışmırıq. İbrahim Əleyhisselam atasının hidayətinə səbəb ola bilmədi. Hər şey eləmişdi, olmadı. Allah Resulü nə qədər çalışdı? Əmisi Abu Talib ən sevimli insanlardan biriydi. Və haşimlərdən, öz nəslindən kafir olanlar oldu. O eləmişdi. Biz kimdən, iradımız kimədir, qardaş? Heç nə eləmir, bində ağlayır ki, övladlarım hər şey eləmiş, bu niyə bugünə qaldı? Deməli, eləməmsən də, qardaş. Əgər biz deyənlər eləməmsənsə, yəni axirət tərbiyəsi, axirət təlim verməmsənsə, deməli, heç eləməmsən. Demə, hər şey eləmişdir, bu niyə belə oldu? Eləməm, eləsəydim belə olmaz.
Allah övladlarımızı islah eləsin. Allah təala bizlərə bu işə yardım eləsin. Həqiqətən vallahi indiki vaxtda uşaq tərbiyəsi çox çətindir. Vallahi çətindir. Allaha and olsun çətindir qardaşlar. Yəni mən burada bütün bu müsəlman bazı qardaşlarıma deyirəm, vallahi, billahi, tallahi çox çətindir. Xüsusən bu vaxtda. Buna elə-belə baxmaq lazım deyil. Geyindir, keçindir, məktəbə göndərirsən. Qardaş orada bir şey öyrənib gəlir. Küçədə həyatda bir şey öyrənib gəlir. Evə də gəlir tamam başqa bir şey. Evdən çox çöldə bacadadır. Məktəbdə bir 5 saat vaxt gedir. Ata-ana biraz həyatda oynayım, get 2 saat həyatda oynadı qardaş. Bu evə gələndə artıq sən də yorulmuşsan, o da oynamaqdan, oxumaqdan yorulub. Bir şey qalmır qardaş. Ona görə çox, maksimum dərəcədə diqqətli olmaq lazım. Hərədən bir şey, indiki vaxt uşaqlar hərədən bir şey gəlir. Heç şey demirəm, qardaş telefon vermirsənsə, küçəyə buraxmaq lazım deyil. Orada nə zirzibili var, hamısını götürəcək. Sosial şəbəkələr. Uşaqdır, 8-9 yaş var, TikTok'da hesabı var qardaş. Sən də bu nə öyrənəcək mənim qardaşım? Ha, bu nə öyrənəcək? Hani qardaş, nə öyrənəcək qardaş? Çölə buraxma, vallahi bu artıq pozulub. Fərqli şəkildə. Demədə çöldə qoruyuram pis uşaqlarda. Evdə qoruya bilmirsən, TikTok'u vermirsən əlində. Çöldən betərdir vallahi. Yenə çöldə futbol oynayacaq. Həm qızlar orada ortada qaldı oynayacaq, qız uşaqlar. TikTok ondan betərdir, YouTube, Facebook ondan betərdir. Qardaş, sən ən betərdə eləmsən. Telefonu verirsən əlinə, başı buraxmırsan. İndi ata işləyilməsədən yorulub, qadın mətbəxtdə və yaxud da adamlar oturur, seriala baxır, kinoya baxır, şousuna baxır. Uşaq da Allah bilir harada, nədə, hara girib, neydir, nə işinir. Bu uşaq bədbəxt olacaq da, bu uşaq böyle narkoman da olacaq, cinayətkar da olacaq, nə bilim, nə olacaq, yararsız bir uşaq olacaq. Valideyn də ki, ziyalıdır, uşaq da tərbiyəsiz. Məktəbdə uşaqlara dərs deyincə övladı evində dərs verir də. Elə valideynlər var, vallahi qardaş. Yenə deyirəm, amma sözüm hamıya aid deyil. Səvələrdən götürüb, məyus olanlardan danışmırıq. Heç eləmir, uşaq bədbəxt gündür. Özü bəlkə müəllimdir, bəlkə həkimdir, bəlkə də psixologdur, övlad özü pis gündədir, oğlunun psixoloqa ehtiyacı var. Cəmaata qeyb psixoloqa dərs geçsən, cəmaatı rahatlaşdırırsan, həm ona nəsiyyət edir, buna nəsiyyət edir, ona dərs keçir, buna dərs keçir. Övlad içəridə evdə pis gündə edilsin. Tərbiyəsini verir. Və ya qız uşağı Allah korusun. Ona görə ciddi yanaşmalıdır övlad tərbiyəsinə qardaşlar, çox ciddi. Yazıqdılar. Həm özümüz yazıq olmayaq, həm onlar yazıq eləməyək. Vallahi düzgün eləməsək, böyüyəndə çox peş olacaq. Böyüyəcək, baxacaq, Allah korusun, bizə aid olmasın. Zeyd adında bir şəxsdir, qardaş. Yaşlaşı 40-50-55 yaşı var, özü məhcisə gedir, ibadətdə, ev içində övladı namaz qılmır. O necə olacaq? O valideyn nə istəyir, əli qardaş? Allah, vallahi Allah korusun, qardaşlar. Adam dəhşətə gəlir, sən ibadət etsən, övladlar pis gündədir. Vallahi. Övladların tərbiyəsinə fikir vermək. Allah şahiddir qardaş. Həqiqət. Yazıldı. Cəmiyyət pozulub, nə gündədir. Gecə gündüz dua, bazarmasa yalnız dua elə. Dua, çoxu dua eləmək lazım. Başqa cür alınmır, başa düşsün qardaş. Cəmiyyəti görürsən, onu həmişə tövsiyə olub qardaşlar. Övladların qayğısına diqqət etmək lazım. Gecə gündüz, ya Rabbi, mən bacarmıram, zəifəm, sən ədəbləndir. Allah'a sığınma, Allah'a pənah var. Bəzi özümüz bacarmır. Ona görə Abdullah ibn Mübarək olursa, yoxsa Fudayl ibn İyad radiyallahu anh, rahiməhullah, Allah onu rəhmət eləsin. Övladı biraz nadir uşaq olur. Deyir, ya Rabbim, bacarmıram. Tərbiyəsi ilə bazarsan, onu ədəbləndirsən, onu tərbiyələndir. Allah duasını qəbul edir, uşaq tərbiyələndir. Tərbiyəli birisi, ədəbli ərkanlı. Deməli, özümüzdən görməyək, gecə gündüz dua eləmək. Bacarmırıq, siz onca duan deyək, dua eləmək lazımdır. Səbəblərdən götürdə dua eləmək. Çoxlu dua eləmək lazım. Yazıldır. Allah balalarımızı ıslah edesin. Amin. Amin.